Salam, hər vaxtınız xeyir. Bugün sizlə tabiilik əlaqələri haqqında danışacağıq. Bu videomuzda tabii əlaqələri hansılardır, hansının nə kimi göstəriciləri var, onlarla tanış olacağıq. Tabii əlaqələrimizdən birincisi uzlaşma əlaqəsidir. Burada yazaq. Uzlaşma. Uzlaşma əlaqəsi nədir? Harada özünü göstərir? Göstəriciləri hansılardır və s. onlarla tanış oluruq. İlk olaraq uzlaşma əlaqəsini biz birinci söz birləşmələri arasında, yəni ikinci və üçüncü növ təyinli söz birləşmələri, yəni ismi birləşmələri arasında görə bilərik. Yəni ilk olaraq belə deyim də söz birləşmələri arasında uzlaşma əlaqəsi mövcud ola bilər. Məsələn, hər hansı bir ikinci növ təyinli söz birləşməsi mən buraya yaza bilərəm. Məsələn, yazaq kitab üzü, hər kəsin sevimli ikinci növ təyinli söz birləşməsi. Bu kitabın üzü formasında olarsa olacaq üçüncü növ, fərqi yoxdur. Ya 2 ya 3. 2 və üçüncü növlərin tərkibində, hər birinin tərkibində uzlaşma əlaqəsi var. Uzlaşma əlaqəsi ikinci tərəfdən birinci tərəfə doğru gedən ox işarəsi ilə göstərilir. Yəni siz testdə, nə bilim, cümlənin içərisində ümumiyyətlə söz birləşməsinin ikinci və üçüncü növ olduğunu görürsünüzsə, deməli bunlar arasında mütləq surətdə uzlaşma əlaqəsi olmalıdır. Uzlaşma əlaqəsi söz birləşmələrində 2 və 3 arasında olur. İndi baxaq ki, uzlaşma əlaqəsi bəs ikinci halda harda olur? Uzlaşma əlaqəsi ikinci halda, buranı silək, ikinci halda olur cümlədə, cümlə üzvləri arasında. Bu cümlə üzvlərimiz hansılardır? İkinci, deməli, uzlaşma əlaqəsi cümlədə olur mübtəda və xəbər arasında. Ox işarəsinə diqqət yetirin. Mübtəda və xəbər arasında olur uzlaşma əlaqəsi. Yəni, mənim bir cümləmdə mübtəda və xəbər vardırsa, deməli, orada mütləq mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi vardır deməli. Məsələn, yazıram ki, Lalə yeni kitab aldı. Gəlin bu cümləni təhlil edək. Nə etdi? Aldı. Kim? Lalə. Cümləmdə həm xəbər, həm mübtədan var. Deməli, bu halda xəbər və mübtəda arasında xəbərdən mübtədaya doğru uzanan ox işarəsi ilə uzlaşma əlaqəsi var. Burada uzlaşma əlaqəsində ox işarələrinə mütləq diqqət yetirmək lazımdır. Baxın, xəbər və mübtəda arasında xəbərdən mübtədaya doğru ox işarəsi çəkilməlidir. Yəni, ox işarəsi bu formada çəkilməlidir. Əgər ox işarəsini bu formada verərlərsə, bu yanlış ox işarəsidir. Çünki hər zaman xəbər mübtədadan asılı vəziyyətdə olmalıdır. Bizim mübtəda cümlə üzvümüz ən müstəqil cümlə üzvüdür. O, heç bir cümlə üzvündən asılı vəziyyətdə ola bilməz. Mübtəda ilə xəbər uzlaşdıqda da bu asılılığa biz diqqət yetirməliyik. Bayaqki ikinci və üçüncü növlərdə də bu qayda eyni ilə tətbiq olunmalıdır. İndi gəlin elə bir cümlə yazaq ki, burada həm mübtəda xəbər, həm də ikinci və üçüncü növlərdən hər hansı biz birinə rast gələ bilək. Belə cümlələrimiz çoxdur. Məsələn, yaza bilərik ki, Arif kitabın üzünü yazdı. Hər hansı bir belə bir formada bizim cümlə qarşımıza çıxa bilər. İlk olaraq nə edirik? İlk olaraq cümləmizi təhlil edirik. Yazdı. Kim? Arif. Baxıram ki, təhlil zamanı cümlədə mübtəda və xəbər var. Cümlədə mübtəda və xəbər varsa, deməli orada birbaşa uzlaşma əlaqəsi var deməkdir. Yəni xəbərdən mübtədaya doğru ox işarəsi çəkilməlidir. Burada əsas tərəf mübtədadır, aslı tərəf isə xəbərdir. İkinci bir halda isə söz birləşmələrinə baxmalıyıq. Arif kitabın üzünü yazdı cümləsində bir söz birləşməmiz var. Bu söz birləşməsi də kitabın üzü söz birləşməsidir. Kitabın üzü söz birləşməsi üçüncü növ təyinli söz birləşməsidir. Üçüncü növlərin arasında isə bayaq dediyim kimi yenə də uzlaşma əlaqəsinin özünü göstərir. Deməli, üzünü əsas tərəf,
Kitabın isə aslı tərəf formasına salınır. Uzlaşmada bunun yeri dəyişilməlidir. Üzünü olur aslı tərəf, kitabın isə olur əsas tərəf. Yəni kitabın özünün birləşməsində yenə biz burada uzlaşma əlaqəsini görəcəyik. Deməli bu cümlədə iki yerdə uzlaşma əlaqəsi var. Yəni iki dənə uzlaşma əlaqəmiz var. Biri mübtəda və xəbər arasında olandır. Biri isə üçüncü növ təyinli söz birləşməsi arasında olan uzlaşma əlaqəsidir. Uzlaşma əlaqəsinin göstəricilərindən danışaq. Uzlaşma əlaqəsinin göstəriciləri söz birləşməsində mənsubiyyət şəkilçiləridir. Mənsubiyyət şəkilçiləridir. Mübtəda və xəbər arasında isə şəxs sonluqlarıdır. Şəxs sonluqları. Deməli, biz uzlaşma əlaqəsinə bir daha təkrarlayırıq. Həm söz birləşmələri arasında rast gələ bilərik, 2 və 3, həm də rast gələ bilərik mübtəda və xəbər arasında. Göstəricilərimiz söz birləşmələrində mənsubiyyət şəkilçiləridir. Mübtəda xəbər arasında isə şəxs sonluqlarıdır. Bir də bayaq dediyim bir şeyi bir daha burada təkrarlayayım. Burada ox işarələri məsələsidir. Çünki bəzən testlərdə bu ox işarələrini hər şeyə düz verirlər, amma ox işarələrində elə bir yanlışlıq edirlər ki, şagirdin bu fikrindən çıxa bilər. Məsələn, yazıram ki, yazaq burada qələmin ucu. Baxın, bu üçüncü növ təyinli söz birləşməsidir. Qələmin ucu, bir tərəfi mənsubiyyət, o biri tərəfi yəli hal. Deməli, bu normal halda, yəni söz birləşməsi olaraq, burada heç bir tutaq ki, əlaqə məsəl üçün yoxdur. Normal söz birləşməsi olaraq, ikinci tərəf deyirik ki, biz əsas tərəfdir. Birinci tərəfdə deyirik ki, aslı tərəfdir də. Yəni, bu normal söz birləşməsi olaraq belədir. Qələmin aslı tərəfdir, ucu isə əsas tərəfdir. Uzlaşmada isə bu prinsip pozulur. Uzlaşmada isə bu əksinə olur. Yəni, uzlaşma olduğu halda qələmin ucunda uzlaşma əlaqəsi varsa, mən ox işarəsini buradan qələmdən ucuna çəkə bilmərəm. Mən ox işarəsini ucundan qələmə çəkməliyəm. Yəni, bu halda ucu olur uzlaşmaya görə deyirəm, amma aslı tərəf olur. Qələmin uzlaşmaya görə olur əsas tərəf. Yəni, baxın, cümlədə və yaxud testdə bunu belə verəcək sizə. Qələmin ucu ortasında ox işarəsi qoyacaq. Əgər ox işarəsini ucuya tərəf qoyursa, bu səhvdir. Burada uzlaşma əlaqəsi var, düzdür, amma ox işarəsi bu tərəfə deyil. Ox işarəsi mütləq olmalıdır bu biri tərəfə, yəni əks tərəfə olmalıdır. Bunu mütləq diqqətdə saxlayın. Bu oldu bizim uzlaşma əlaqəmiz. Keçirik ikinci əlaqəmizə. Tabeli əlaqələrimizdən ikincisi idarə əlaqəsidir. İdarə əlaqəsinin göstəricisi hansıdır? Biz idarə əlaqəsini sözdə, daha doğrusu söz birləşməsində, cümlədə necə müəyyənləşdiririk? İdarə ilə uzlaşmanın bir dənə ortaq cəhəti var ki, idarə də uzlaşma kimi ikinci və üçüncü növ təyinli söz birləşmələri arasında olur. Bəs bu necə olur? Orada idarə də olur, uzlaşma da olur. Gəlin buna baxaq. Məsələn, yazırıq bura pəncərə, şüşəsi. Pəncərə şüşəsi ikinci növ təyinli söz birləşməsidir. Biz bayaq uzlaşmanı izah edəndə dedik ki, nə dedik? Dedik ki, şüşəsindən pəncərəyə doğru ox gəlməlidir. Bu olmalıdır uzlaşma əlaqəsi. İdarə əlaqəsində də yenə pəncərə şüşəsi arasında idarə əlaqəsi də var. Amma idarə əlaqəsinin ox işarəsi normal söz birləşmələrində olduğu kimi bu biri tərəfədir. Yəni, pəncərə şüşəsi İkinci növ təyinli söz birləşməsi arasında həm uzlaşma əlaqəsi var, həm də idarə əlaqəsi var. Yəni, baxın, bunu sizə bu formada verəcək. Pəncərə, bu tərəfdə yazacaq şüşəsi. İndi bizim ortadakı ox məsələmiz necə olmalıdır? Ox bu tərəfə olduqda olacaq uzlaşma. Oxumuz bu biri tərəfə olduqda isə olacaq idarə əlaqəsi. Bu həm ikinci, həm də üçüncü növlərə aiddir.
Bunu bildik. İdarə əlaqəsinin xüsusi göstəricisi var. Bu göstərici hal şəkilçiləridir. İsmin hal şəkilçiləridir. Yəni gərək ki, sözdə, söz birləşməsində ismin hallarından biri olsun ki, mən orada konkret olaraq deyim ki, idarə əlaqəsi var. İdarə əlaqəsinin söz birləşmələrində gördük. 2 və 3-də olur. Düzdür? 2-ci və 3-cü növ ismi birləşmələrin arasında olur. Bəs cümlədə necə olacaq? Məsələn, hər hansı bir cümlə yazıram bura. Yazaq ki, Lalə kitabı oxudu. Sadə cümlələr üzərində izah eləməyə çalışıram ki, məğzini başa düşək. Deməli, dedik ki, idarənin göstəricisi nədir? Hal şəkilçiləridir. İsmin hal şəkilçiləridir. Bunu diqqətdə saxlamaq lazımdır. Niyyətdə oxudu, kim? Lalə. Bu mübtəda xəbərdir. Bayaq dediyimiz kimi mübtəda xəbər arasında uzlaşma əlaqəsi var. Bu öz yerində. Bir də baxıram ki, burada kitabı sözü var. Baxıram ki, kitabı sözü İsmin təsirli halındadır. Təsirli. Yəni orada bir hal şəkilçisi var. Təsirli halındadır. Təsirli halındadırsa bu söz. Bu sözdə aid olduğu sözlə birlikdə baxın kitabı oxudu. İdarə əlaqəsində olur və salam. Deməli hal şəkilçisi qəbul etmiş sözlə onun aid olduğu söz arasında hansı əlaqə oldu? Oldu idarə əlaqəsi. Yəni bunu aşağıdan yazaq. Kitabı oxudu. Deməli, ox işarəm olmalıdır. Əsas tərəfə sarı hansı əlaqə olur? Olur idarə əlaqəsi. Əla. Bura qədər ümid edirəm ki, hamımıza aydındır. İndi gəlin biraz daha mürəkkəb cümlə yazaq. Burada bu əlaqələr heç vaxt sizi qorxutmasın. Nə qədər mürəkkəb cümlə olursa olsun, əgər biz bunların qaydalarını biliriksə, sıra ardıcılığı ilə onları tapmağı bacaracağıq. Məsələn, hər hansı bir sizə bir cümlə yazıram. Mən pişik balasını gördüm. Aha. Nə etdim, gördüm, kim mən? Aha, yenə mübtədam var, xəbərim var, uzlaşmam öz yerindədir. Söz birləşməsinə baxaq. Pişik balasını. Pişik balası ikinci növ ismi birləşmədir. Deməli, ikinci növdürsə, bunun arasında bir dənə uzlaşma var, bu öz yerində. İndi uzlaşmanı bura yazmıram, axırda bir ümumi ona baxış eləyərik, hamısı birlikdə. Həm də nə var? İdarə var. Deməli, pişikdən balasına sarı bir idarə əlaqəm burada gizlənib. Bu birincisi. İkincisi gözümdən bir şey qaçır. Baxıram ki, pişik balası, başa düşdüm də bu ikinci növdür. Axı burada bir dənə də təsirli yanlış şəkilçisi var. Yəni pişik balasını gördüm var. Deməli pişik balasını gördüm arasında da ikinci idarə əlaqəsi var. Baxın bu şeylərdə diqqətli olmağımız lazımdır. Pişik balası ikinci növdür. İdarəmiz var. Pişik balasını da təsirli haldır. Balasını gördümlə birlikdə əlaqəyə girir. Orada da bir daha doğrusu ikinci idarə əlaqəsi yaranmış olur. Bu xırda şeylər olsa da bizim gözümüzdən qaçdıqda testdə biz onları səhv edə bilirik. Bu da oldu bizim idarə əlaqəmiz. Hal şəkilçiləri ilə göstəricisi oldu. İkinci və üçüncü növ arasında özünü göstərdi. Keçək üçüncü növümüz olan yanaşmaya. Yanaşma əlaqəsi bu yazığın xüsusi bir göstəricisi yoxdur. Yəni əllə tutulacaq bir şey deyə bilmirik ki, bu burada varsa bu yanaşmadır deyə bilmirik. Məsələn, idarədə deyirik hal şəkilçisi varsa idarədir. Mübtəda xəbər arasındadsa uzlaşmadır. 2 və 3-ünün arasındadsa həm uzlaşmadır, həm idarə. Amma bu yanaşmaya konkret bir göstərici deyə bilmirik. Yanaşma üçün konkret olaraq birinci onu deyə bilərik ki, yanaşma o birilərdən fərqli olaraq birinci növ təyini söz birləşmələri, yəni ismi birləşmələr arasında olur. Məsələn, birinci növ yazaq. Yaza bilərik. Qızıl saat. Bunu buradan düzəldək. Qızıl saat. Qızıl saat birinci növ təyini söz birləşməsi, yəni ismi birləşmədir.
Birinci növ görsəniz, cümlədə, testdə, söz birləşmə olaraq birinci növ görürüksə, yadımızda saxlayırıq. Birinci növ arasında mütləq yanaşma əlaqəsi var. Mütləq surətdə yanaşma əlaqəsi var. Bəs birinci növü bildikdə yanaşmadır. Bəs cümlədə, cümlə üzvlərində bunu necə tapırıq? Mən hər zaman uşaqlara deyirəm ki, təhlil elədiniz, gördünüz nə idarəyə, nə uzlaşmaya aid deyilsə, deməli yanaşmaya aiddir. Atın yanaşmanın üzərinə. Amma bunu bir tədbiq eləyib baxmalıyıq. Məsələn, yazırıq ki, axşam anam bizə gələcək. Gəlin cümləni təhlil edək və ümumi bir əlaqə buradan çıxardaq. Gələcək xəbər kim? Anam, mübtəda. Deməli, mübtədam var, xəbərim var, hansı əlaqəm var, uzlaşmam var. Ox işarəsi bu birlərindən əksinə bu yanda olmalıdır. Bu bir uzlaşma. Bu getdi. Baxıram sonra. Bizə gələcək. Görürəm, bizə gələcəklə əlaqəyə girir də, məna əlaqəsi var. Baxıram ki, burada bizədən sonra nə var? Yönlük halın şəkilçisi var. Hal varsa hansı əlaqə var? İdarə var, əla. İdarə də getdi bura. Yaxşı, bəs burada axşam sözü qaldı orada başına döyə-döyə. Axşam gələcək. Axşam da gələcəklə konkret surətdə girir məna əlaqəsinə. Bəs mən bunu nə götürüm? Bu nə birinci növ deyil, nə ikinci növ deyil, nə üç deyil, nə orada mənsubiyyət yoxdur, nə hal yoxdur. Baxın, biz ona görə deyirik ki, görsəniz ki, bu idarə ilə uzlaşmanın heç birinin göstəricisi yoxdur, birinci növdə deyil. Ümumi belə deyə bilərik. Təyinlə mübtəda, təyinlə zəfli, təyinlə tamamlıq, nə bilim, təyinlə xəbər, zəfli ilə xəbər arasında olan əlaqələr, əlbəttə ki, əgər orada hal şəkilçisi falan yoxdursa, bunlar olur yanaşma əlaqələri. Axşam gələcək, nə zaman gələcək? Axşam zəfli idi. Gələcəklə girdi əlaqəyə, oldu yanaşma əlaqəsi və salam. Yanaşma çox sadədir. Çox yazıq bir əlaqədir. Belə deyək ki, çox yadda qalan bir əlaqədir. İndi gəlin dediklərimizi ümumi bir cümlə, bir neçə cümlə üzərində tətbiq edək. Ümumiyyətlə, yadınızda saxlayın, bu əlaqələri yaxşı bilmək və öyrənmək üçün siz cümlə üzvlərini yaxşı bilməlisiniz və söz birləşmələrini yaxşı bilməlisiniz. Hələ ki, bu bizim əlaqələrin olan birinci dərsimizdir deyə, mən burada ümumi danışıram. Bəzi xırdalıqlarını isə ikinci dərsimizdə, növbəti dərsimizdə inşallah ki, izah eləyəcəm. Gəlin nümunələr, cümlələr yazaq. İkinci dərsimizdə hətta test üzərində də mən çalışacağım sizə izahlarını verim. Məsələn, nə yaza bilərik? Yazaq ki, baharın ətri ətrafı bürümüşdü. Burada yer çatmayacaq, təsəvvür edin ki, bu bürümüşdüdür də. Bir də alta keçmək istəmədim. Nə etmişdi? Bürümüşdü. Nə bürümüşdü? Baharın ətri. Nəyə bürümüşdü? Ətrafı. Deməli, baxaq bu cümləyə. Baharın ətri görürəm ki, neçənci növdür? Üçüncü növdür də. Baharın ətri üçüncü növ ismi birləşmədir. Aha, üçüncü növdürsə, hansı əlaqə olmalıdır? Həm olmalıdır uzlaşma, həm də olmalıdır idarə. Baxın, hər ikisi var, bayaq dediyimiz qaydaya görə. Sonra baxıram ki, baharın ətri mübtədadır, bürümüşdü xəbərdir. Yenə xəbərdən mübtədaya doğru nə olmalıdır? Yenə uzlaşma olmalıdır. Əla. Baxıram ki, ətrafı sözündə hal şəkilçisi var. Hal şəkilçisi ilə sözlə əlaqədə olduğu söz arasında hansı əlaqə olmalıdır? Hal şəkilçisi varsa, deməli, idarə əlaqəsi olmalıdır. Bu qədər bəsit və sadə. Gəlin bir dənə də başqa bir nümunə göstərək ki, orada yanaşma əlaqəsi də olsun. Məsələn, yaza bilərik ki, nə yazaq? Yazaq ki, Məsud cəsarətlə topu atdı. Aha, təhlil eləyək. Atdı. Kim?
Məsud. Necə atdı? Cəsarətlə nəyə atdı topu? Baxaq. Cümləmdə mübtəda və xəbərim var. Əla. Atdı. Kim? Məsud. Mübtəda xəbər arasında hansı əlaqə oldu? Uzlaşma oldu. Bu öz yerində. Sonra baxıram bir-bir obrislərə. Topu atdı. Bax, burada topu atdı ilə məna əlaqəsinə girir. Topunda nə var? Hansı şəkilçisi var? U təsir yalan hal şəkilçisi var. Deməli, burada bir dənə oldu idarə əlaqəm. O biri sözə baxıram. Cəsarətlə atdı. Baxın, cəsarətlə atdı. Yenə atdı ilə məna əlaqəsinə girib. Necə atdı? Cəsarətlə atdı. Zəfli ilə də xəbər arasında bir əlaqə var, məna əlaqəsi var. Bu cəsarətlə atdı sözlərin arasında nə hal şəkilçisi yoxdur, nə də uzlaşmaya aid heç bir göstərici yoxdur. Deməli, hansı əlaqədir? Yanaşma əlaqəsidir. Vəssalam. Deməli, biz sintaktik əlaqələri daha dərindən bilmək üçün, yəni baxan kimi tapmaq üçün nəyə diqqət yetirməliyik? İlk olaraq söz birləşmələrini bilməliyik və onları təkrarlamalıyıq. Cümlə üzvlərini tapmağı öyrənməliyik. Xəbər, mübtəda, zəfli, təyin və s. onlar necə tapılır? Onunla yanaşı hal şəkilçilərini bilməliyik, idarə əlaqəsini tapmaq üçün. Yəni bunlar hamısı bir-birlə zəncirvari bəndlənmiş qaydalardır. Sintaktik əlaqələr bölməsi çox doğrudan maraqlı bölmədir və içinə girdikcə insan görür ki, bu bölmə doğrudan da çox çətin bölmə deyilmiş. Həm maraqlıdır, həm də asan bölmədir. İlk olaraq, əgər biz sintaktik əlaqəni, tabeli əlaqələrini yaxşı tapmaq istəyiriksə, cümləni təhlil etməliyik. Ondan sonra, təhlildən sonra bir-bir cümlə üzvlərinə baxmalıyıq. Sonra söz birləşməsi varsa, söz birləşmələrini